Şübhəli mobil tətbiqləri necə tanımaq olar? Mütləq bilməli olduğumuz 5 təhlükə. Telefonunuza yüklədiyiniz təhlükəli tətbiqlər yalnız telefonunuzun performansınızı aşağı salmayıb, həm də şəxsi məlumatlarınızı ələ keçirə bilər. Bunlardan qorunmaq üçün 5 əsas siqnalı bilmək lazımdır. Rəsmi mağazadan xaric yüklənmə. Əgər tətbiq Google Play Store və ya App Store deyil, APK faylı şəklində yüklənərsə, bu potensial təhlükə daşıya bilər. Gərəksiz icazələr istənərsə, məsələn, kalkulyator tətbiqi, kamera, mikrofon və kontaktlara çıxış istəyərsə, bu potensial təhlükə barədə siqnal ola bilər. Tətbiqi yüklədikdən sonra telefon yavaşlayıb, batareya əvvəlkindən daha tez bitirsə, bu tətbiq sizin xəbəriniz olmadan məlumat göndərdiyini göstərə bilər. Tətbiqi açanda qarşınıza daim pop-up reklamlar çıxırsa, sizi xarici saytlara, şübhəli linklərə yönləndirərsə, bu potensial təhlükə ola bilər. Mənfi rəylər və şübhəli istifadəçi şikayətləri varsa, rəyləri yoxlayın. Mənim məlumatlarım oğurlandı, icazələr çox gərəksizdir, reklamlar dayanmır kimi neqativ rəylər varsa, diqqətli olun. Bunlardan qorunmaq üçün nə etməliyik? Yalnız rəsmi mağazalardan tətbiq yükləmək, hər tətbiqi yükləyərkən icazələri yoxlayın, gərəksiz olanlara icazə verməyin, antivirus və Google Play Protect aktiv olsun, icazələri idarə et bölməsindən arxa planda işləyən tətbiqləri və gərəksiz icazələri söndürün. Tətbiqi istifadə etmədiyinizdə silin. Əgər bu məlumat faydalı oldusa, bu məlumatları öz tanışlarınızla bölüşə bilərsiniz.